Salam əziz şagirdlər. Bugün gerund və infinitiv bölməsindən məsdər və gerund haqqında bəzi testlərə baxacağıq. Əsasən rememberdir, forgetdir, stopdur, bu kimi feillərin işlənməsini. Çünki bu feillər özlərindən sonra həm dedik ki, tulu feil götürə bilirlər, həm də deməli gerund, yəni ayıncılı feil götürürlər. Burada uşaqlar görürsünüz ki, birinci testdə deməli tired of birləşməsi zaten biz bilirik ki, ofdan sonra gəlməlidir gerund. Ona görə burada deməli birincidə olmalıdır B variantı. İkinci testimizdə olmalıdır. İkinci testimizdə looking forward to. Looking forward to səbirsizliklə gözləmə ifadəsi də yenə özündən sonra deməli gerund götürdüyünə görə biz artıq orada gerundla olan variantı, yəni ki, deməli A variantını götürəcəyik. Növbəti testimizdə üçüncüdə uşaqlar, burada by ilə bağlı sizə bir məqamı qeyd edeyim ki, mən burada by'ın işlənməsinə fikir verin. By deməli, əgər boşluq by'dan sonradırsa, deməli by burada söz önü kimi gəlib. Və o zaman özündən sonra götürməlidir. Necə feil? O zaman özündən sonra, yəni ayıncılı gerund götürməlidir. Amma əgər işdir boşluq by'dan əvvəl olarsa, orada ya məhsul növ qoyacaqsınız və yaxud da participle to qoyacaqsınız. Yəni feili sifət 2 qoyacaqsınız. Feili sifət də 2 bilirsiniz də, qaydalıdırsa edlə bitməlidir, qaydasızdırsa da qaydasız feillər sırasında 3-cü sırada olan feillər artıq adlanır participle to. Başa düşdünüz? Yəni by'ı həmişə yadda saxlayın. By'dan sonra boşluq gəlirsə, ora gerund qoyulmalıdır. Çünki by burada söz önü kimi çıxış eləyir. Yox, əgər by'dan əvvəl boşluq gəlirsə, ora ya məhsul növ quruluşu və yaxud da ki, participle to qoyacaqsınız. Aydın oldu. Sonra gəlirik burada 12-ci testimizdə. Uşaqlar, ümumiyyətlə bu decided feili həmişə birləşmələrdə də, söz önlü birləşmələrdə də öyrənmişik ki, decided feili özündən sonra to'lu feil götürür. Decided to write. Eyni zamanda burada suggest feilinə diqqət etmək lazımdır. Bilirsiniz ki, suggest feili mürəkkəb tamamlıq quruluşunda istifadə olunmayan feildir. Yəni ki, siz heç zaman suggesti mürəkkəb tamamlıq quruluşunda görə bilməzsiniz. Və eyni zamanda suggest feili özündən sonra heç vaxt deməli gələn feili to'lu götürə bilməz. Bizə suggest özündən sonra gələn feili sadəcə olaraq ayıncılı formada götürəcək. Ona görə də burada da bizim variantımız B variantı olacaq. Yenə burada decided feilini görürük. Qərara gəlmək, yəni bir razılığa gəlmək. Decided feili yenə burada deməli bizə lazımdır to'lu. O da D variantımızda olacaqdır. Sonra baxaq növbəti deməli testlərimizə. Burada 9-cu sualda yenə decided var idi. Decided də izah etdik ki, decided özündən sonra yalnız və yalnız to'lu feil götürəcək. Sonra uşaqlar yenə gəlirik burada suggest feilinə baxırıq. Suggest feili dedik ki, özündən sonra gələn feili to'lu götürməz. Ümumiyyətlə, gəlin bu suala baxaq. Mən suggestdən sonra deyək ki, bilmirəm ki, to'lu feil gəlməz. Mən suggestdən sonra, yəni ümumiyyətlə, necə feilləri qoya bilərəm? Baxın, uşaqlar. A variantı görürsünüz, S götürmüş feil. S götürmüş feili mən niyə suggestdən sonra götürüm? Yadınızda saxlayın ki, əgər feil S götürübsə, onun mütləq bir mübtədası olmalıdır. Məsələn, I modifiers olmalıdır. I modifiers. Yəni, yaxşı, deməli, əgər feil S götürübsə, S'li feili mən hara qoya bilərəm? Ümumiyyətlə, yadınızda saxlayın ki, birinci növdə S'li feillə cümlə başlamaz. Əgər mən S'li feili cümləyə qoyuramsa, uşaqlar, onun bir mübtədası olmalıdır. I, he, you, she, yəni mübtəda bilirik də nələr işlənə bilər. Kim nə hara sualına cavab verən? Sözlər, bu şəxs əvəzlikləri ola bilər və yaxud da adi isimlər ola bilər. Yəni, S'li feili istəyir modifier olsun, istəyir başqa bir feil olsun, fərq etməz. S'li feili qoymağım üçün mənim cümləyə mütləq mənim cümləmin mübtədası olmalıdır. Və mübtəda da burada researchersdir, ondan sonra suggest gəlib. Axı, suggest mənim cümləmin mübtədası olmaz. Əgər mən modifieri qoyuramsa, o zaman researchersdən sonra qoymalıyam. Buna görə bu variantı götürdüm, yəni olmadı. Sonra, suggest bir dənə keçmiş zaman feilidir. Düzdür, keçmişdə ed götürüb. İkinci bir keçmiş zaman feilini mən niyə ondan sonra qoyum? Edli bir feili niyə qoyum? Hansı məna ilə qoyum? Sonra bilməliyik ki, suggestdən sonra deməli to'lu feil gəlməz. Buna görə çıxırıq. C variantında da isə uşaqlar, əgər iki feili ard-arda qoyuramsa, bu feil bir-birindən nə ilənsə ayrılmalıdır.
Ya to-dan ayrılmalıdır, ya ing ilə ayrılmalıdır. Yəni bunu bilməliyik. Yəni bütün qaydaları qoyaq kənara, məntiqlə işləyək ki, suggest 2 dənə feil gəlib, 2 feilin arasında yadda saxlayın ki, nəsə gəlməlidir. Yaxşı? Ona görə də C variantı olmur, qalır burada E variantı. Sonra digər sualımız nədir burada? Deməli, digər sualımız 24-cü suala baxırıq. Burada da yenə decided-də dedik ki, decided-dən sonra gələn feil to-lu gəlməlidir. Yenə həmin qaydaya riayət eləsəz uşaqlar. Bilməliyik ki, bax burada the journalist sözü bizim cümlənin mübtədasıdır. Mən mübtədadan sonra, əgər boşluq olsaydı mübtədadan sonra, onda kipsi qoyardım. Əgər mənim feildən sonra bir boşluq varsa, hər hansı bir feildən sonra esli feili o cümləyə qoymaq olmaz. Və yaxud da keçmiş zaman feilini qoymaq olmaz. Adi feili qoymaq, belə deyək də, olmaz. Ya bu feil to-dan ayrılmalıdır, ya da ing ilə ayrılmalıdır. Yəni, ona görə də ya bu variantımız olur, ya da bu variantımız, onu da bilirik ki, decided özündən sonra to-lu götürür. Ona görə də burada da variantımız olacaq, deməli, C variantı. Sonra baxaq növbəti suallarımıza. Sonra hansı suallarımız vardı? 23, 22 dedik. Aha. Burada gəlirik forget-lə. Əsas məsələ forget-lə bağlı olan deməli testlərə. Uşaqlar, biz forget dedik ki, bir şeyi etməyi, unutmağı unutmuşuqsa forget to olur. Yox. Nə zamansa etdiyim bir şeyi unutmuşamsa, artıq hərəkəti icra etmişəm, amma etdiyimi unutmuşamsa, onda forget ing olur. Baxın, bu cümlədə I don't forget. Ümumiyyətlə, baxıram ki, testlərdə də məni variant, yəni ing-li və ya to-lu variant arasında qoymur. Ümumiyyətlə, siz bilməlisiniz ki, mən feili cümləyə qoyuramsa, necə şəkildə qoymalıyam. Həmişə yadınızda saxlamalısınız ki, məstər heç vaxt ing qəbul etmir. Yəni, mən heç vaxt to-do verib sonuna ing artırmaq olmaz. To-do məstərdir, məstərin sonunda ing gəlməz. Bu variantları avtomatik həmişə silməliyik. Sonra, yenə, mən forget-dən sonra s götürmüş feili niyə cümləyə qoyum? S götürmüş feil zamanla bağlıdır, indiki zamanla bağlıdır və bunun bir mübtədası şəxsə görə uzlaşmalıdır. Axı, bu cümlədə şəxs yoxdur. Mən does-ı cümləyə qoymağım üçün onun bir şəxsi I does və I does deyirəm. İndi burada I şəxslə uzlaşmır və məsələn she does, he does bu formatda qoymaq olar. Düzdür, ona görə mən B variantında çıxıram. Sonra ya to-do-lu qoymalıyam, ya ing-li qoymalıyam. Niyə? Bayaq da dedik ki, bir feili digər feildən ayırmaq üçün ya bunun qarşısına to yazırsan, ya da ki, sonuna bir dənə də ing artırırsan. Sadə feil olmaz, keçmiş zaman feili olmaz, qalır bir dənə to-do-lu variant. Gəlin tərcüməyə də baxaq. Don't forget to do your homework before classes. Deyir ki, məktəbdən əvvəl, yəni məktəbə getməzdən əvvəl dərsini etməyi unutma, xatırla. Yəni dərsini etməyi unutma. Yəni bu hələ bir şeyi həyata keçirməyib, etməli olduğu bir şeyi unutmamağı tapşırır. Etməli olduğumuz bir şey varsa burada, o zaman forget to verb 1 olur. Sonra növbəti sualımız, gəlin 51-ci suala baxaq. 51 zaten bilirik, burada regretsdir. Regrets də to-lu və ing-li götürür. Bu variant avtomatik həmişə çıxmalıyıq. S-li variantı çıxmalıyıq. Edli variantı çıxmalıyıq. Yəni feilin ardınca, bir feilin ardınca ikinci feili edli qoymağın mənası yoxdur. Sonra burada qalır ki, yəqin ki, demək cavabımız olacaq D variantı. Sadə feili də mən regretdən sonra hansı mənaya əsaslanım, hansı qaydaya əsaslanım qoyum, olmaz. Sonra yenə burada suggest feili var. Suggest feili dedik ki, özündən sonra gələn feili ing-li götürməlidir. Aha, ona görə də burada olacaq bizim variantımız C variantı. Aha, C variantı. Deməli, C variantı, baxaq. Aha, burada oldu bizim variantımız deməli. C variantı. Aha. Sonra növbəti testimizə baxaq, uşaqlar. Gəlir burada 45-ci test, yenə forget-lə bağlı olan test. Baxın uşaqlar, forget dedik ki, to-lu götürür və yaxud da ing-li. Baxın, deyir ki, I forget to light before leaving the room. Mən deyir ki, otağı tərk etməzdən əvvəl işığı söndürməli olduğumu, etməli, bir öhdəlik var burada. Bir işi etmək öhdəliyini unuduruqsa biz, o zaman forget to olur. Aydındır. Yəni, işi icra etməmişik və etməli olduğumuz bir işi etməyi, yerinə yetirməyi unutmuşuqsa, o zaman forget to. Mən evi tərk etməzdən əvvəl işıqları söndürməyi
yəni söndürməli olduğumu unutmuşam. Malıməli olduğumuzda belə yadda saxla. Malıməli olduğumuzu unutmaq o zaman deməli olur forget to olacaq. Sonra gəlir hansı sual? Yine burada 56'ya baxaq. 56'da nədir uşaqlar? 56'da sifətlərin tullu feillərindən işlənməsidir. Bax, buradan kənardan qeyd eləməyə çalışacağım. Baxın, sifətlər. Deməli, uşaqlar, bax, burada da qeyd olunur. Birinci bad var. Bir saniyə. Bad olsun, hard olsun, easy olsun. Sonra digər, məsələn, impossible olsun. Impossible olsun və yaxud da indi burada yazmaq biraz mənə çətinlik yaradır. Possible olsun. Yəni, bax bu sifətlər ki var, sonra happy var içində. Happy var, happy'dir, easy'dir, hard'dır, sonra bad'dir, possible'dır, impossible'dır, difficult'dır, common'dır. Common. Sonra hansı ola bilər? Safe'dir, happy'dir, possible'dır, impossible'dır. Bax, burada gördüyünüz uşaqlar bu sifətlər. Əsas çox işlənənlər bu sifətlərdir. Bu sifətlərdən sonra gələn feili siz tulu verməlisiniz. Ümumiyyətlə, yadda saxlayın ki, sifətdən sonra mən feil verirəmsə, o tulu gəlməlidir. Əsasən də baddir, possible'dır, impossible'dır, difficult'dır, common'dır, hard'dır, easy'dir, happy'dir. Əsasən də bu feillərə aiddir. Aydındır. Ona görə də burada cavabımız, baxaq görək bəddir. Burada həm də 2 boşluğumuz var. Görək indi hansı variantlar bizə uyğun gələcək. Deməli, birinci qoyduq, deyək ki, bəddən sonra tulu feilimizi. Tulu olmayan variantları atıram. 1, 2, qaldı bizə 3 variant. Deməli, hər 3 variantın birinci hissəsi tuludur, gördüyünüz kimi tuludur. Deməli, mənə indi ikinci hissə lazımdır. Deməli, ortada bir dənə tamamlıq gəlib hazır. Təsəvvür edirəm ki, mən to askı qoydum bura. To ask, tamamlıq, sonra növbəti feil. Deməli, burada ask something or somebody do. Yəni, burada mürəkkəb tamamlıq quruluşu da var. Həm sifətin məstərlə işlənməsi var, həm də mürəkkəb tamamlıq quruluşu var. Deməli, mən burada mürəkkəb tamamlıq quruluşuna da riayət etməliyəm. Ona görə, baxıram, burada mənim ortada tamamlığımı verib, adres mənim tamamlığım. Baxıram ki, to ask qoysam, askdan sonra sadə feil gəlib. Ask axı 3-cü qrup feildir, özündən sonra to'lu feil götürür. Sonra expect'ə baxıram, expect'i qoysam, baxıram ki, expect'dən sonra yenə sadə feil gəlib. Expect də 3-cü qrup feildir. O özündən sonra götürməlidir to'lu. Bir dənə bizim deməli bu qaydaya riayət edən make'dir. Bad özündən sonra to'lu feili götürdü, to make. Və to make-dən sonra da make necə feil götürür? Birinci qrup feildir, sadə feil götürür. Ona görə də bizim variantımız oldu bu sualda D variantı. Aha, sonra baxaq başqa hansı testlərimiz var. Deməli, burada uşaqlar 48-ci testdə baxırıq. 48-ci testdə demək forget yenə verilib. Forget the meeting due to the scheduling conflict. Demək, deyir ki, cədvəldə baş verən qarışıqlıq qarışıqlığa görə mən deməli, iclasa getməyi, görüşə getməyi unutdum. Görüşə getməli olduğumu unutdum. Hərəkət icra olunmuyub. Bizim bir öhdəliyimiz var və onu yerinə yetirməli, malı olduğumuzu unutmuşuq. Ona görə də burada deməli, mən forgetdən sonra A-nı qoya bilmərəm, B-ni qoya bilmərəm, E getdi. Bu ümumiyyətlə səhv quruluşdur. Belə bir quruluş gördünüzsə onu tamamilə silirik. Bir dənə qalıb bizə D variantı. Ona görə də burada bizim cavabımız olacaq. Deməli, to attend. Bu şəkildə olacaq. Sonra baxaq növbəti. Sonra uşaqlar burada deməli encouraging sözünə baxırıq. Deməli burada uşaqlar, bəzən uşaqlar burada normalda encourage sözü, uşaqlar encourage cəsarətləndirmək sözüdür və özündən sonra feildir də. Özündən sonra deməli gələn sözü, birbaşa gələn sözü ayıncılı götürür. O sözlə bu sözü qətiyyən qarışdırmaq olmaz. Bu artıq indidən bitən sifətdir. Encouraging sifətidir.
Yenə sifətdirsə, demək sifətdən sonra gələn feili mən necə verəcəm? To-lu verməliyəm. Ona görə A, E, C və B variantları gedir. Bax bu encouraging ing-lə bitdisə bu demək sifətdir. Mən onu qarışdırmamalıyam. Encourage feili ilə, cəsarətləndirmək feili ilə, hansı ki encourage, advice-dir, sonra permit-dir ki, bunlar özlərindən sonra birbaşa gələn feili ing ilə götürürlər. Yəni özlərindən sonra birbaşa gerund götürürlər. Amma bu uşaqlar buna görüb çaşıb orada necə deyim, sadə deməli ing-li variantı götürmək olmaz uşaqlar. Bu sifətdir. Sifətdirsə ondan sonra to-lu verməlisiniz. E və D variantları to-ludur, amma bir məsələ var ki, heç bizi başqa bir yəni başqa bir nələrsə fikirləşməyimizə ehtiyac yoxdur. Niyə görə? Çünki D variantına həm to verib, həm də məstər ing götürüb. Olmaz. Olmaz. Ona görə də bu variantda çıxırıq. Bizə bir dənə qalır E variantı. Aha, belə. Və yaxud da ki, deyək ki, bu variantı deyək ki, sadəcə ingli versəydi, yəni to-lu yox, sadəcə ingli versəydi bu variantı, onda yenə o variantı qoya bilməzdi. Niyə? Çünki sifət özündən sonra gələni ing-li yox, to-lu, yəni belə ing-li yox, bax bu şəkildə to-lu istəyir. Ona görə də qoymayacağıq. Və eyni zamanda da, burada ikinci tərəflə hər iki tərəfi eynidir. Buna ehtiyac yoxdur artıq izah eləməyə. Əsas tərəfləri sizə izah elədim. Sonra gələk növbəti testlərimiz hansıdır? Sonra gələk burada uşaqlar 64-ü izah eləyək. 64-cü sual, sonra da oradan 70-i, 73-ü də izah eləyək. Deməli, forget-dir yenə. They forget the donation box before the event started. Deyir ki, onlar tədbir başlamazdan, hadisə tədbir başlamazdan əvvəl hədiyyələri verməyi, verəcəkləri yerləri unutdular, yeri unutdular. Yəni unutdular yox. İndi burada yəqin ki unutmalı. They forget place the donation box before the event. Onlar hadisə başlamazdan əvvəl hədiyyələri verməli yerləri unutdular. Yəni hədiyyələri ki, hara verəcəklərini, bağışlayacaqlarını, yəni burada donation box donate-də, yəni bağışlamaq feilinin isim formasıdır. Yəni hədiyyə qutularını hara verəcəklərini unutdular, unutmalı, yəni verməli olduqlarını unutdular. Verməli olduqlarını, verməli olduqlarını unutduqlarına görə A variantı bizə lazım deyil ümumiyyətlə. Sonra C variantı lazım deyil bizə. E variantı lazım deyil bizə. Bizə lazımdır burada D variantı. Bir dənə bu variantı da baxaq uşaqlar. Bəzən uşaqlar Z-yi görüb burada özlərini itirib are placing qoyurlar. Uşaqlar, axı arada forget var. Sən forgetdən sonra to be-nin formasını niyə verəsən? Mən are placing quruluşunu vermək üçün mənim burada they are placing olsaydı, qoyardım. Amma elə bir quruluş yoxdur, axı arada nə var? Arada forget var. Ona görə də biz onu verə bilmirik. Aydındır. Sonra gələk, hansı testimiz qaldı? 65-i izah elədik? Yox. Aha. Burada da yenə uşaqlar, yəni hard görürsünüz. Hard var, bax burada hard. Harddan sonra qoyacağım mənim sifət necə olmalıdır? Deməli, to-lu olmalıdır. Yəni burada başqa çətin bir məqam yoxdur. Sonra gələk 67-ci. Yenə 67-ci sualda da uşaqlar, burada görürsünüz important sözü var. Important sifəti var. Sifətdirsə, deməli, mən ondan sonra gələn feili necə verməliyəm? A variantı, deməli, to-lu şəkildə verməliyəm. Sonra yenə 79-da bayaqları yazdığım sifətlərdən görürsünüz. Impossible. Impossible sifəti varsa, deməli, mən onu yenə variant olaraq to-lu variant verməliyəm. Sonra burada yenə suggest feilini görürük 81-ci testdə. Suggest feili uşaqlar, bayaq dedim ki, heç vaxt özündən sonra to-lu götürməz, edli götürməz. Yəni bu quruluş ümumiyyətlə səhvdir, sadə götürməz. Bir dənə qalır C variantı. Digər testlərimizə baxaq. Yenə burada forgetdir. Forget dedik ki, özündən sonra bir işi etməli olduğumuzu deyiriksə, məsələn, they forget the door of the donation room.
Onlar deyir ki, bəxşiş otağına, yəni bəxşiş yığılan otağı da, hədiyyə otağını bağlamalı olduqlarını unutdu. Malı məli olduğunu unutdu. A gedir, E gedir, B gedir, D gedir, qalır bir dənə C variantı. Ümumiyyətlə testlərə fikir verirəm. Heç vaxt görürsüz, heç bir testdə məsələn to look-la looking-i vermir. To look-la looking şəklində variant yoxdur. Ona görə də ya bu variantı qoyacaqsınız zaten ya da bu variantı. Amma ola bilər ki, hansısa testdə seçim arasında qalsaz, orada tərcüməyə baxacaqsınız. Malı olduğunu deyir, yoxsa etmiş bir şeyi keçmişdə edib, amma indi unutduğu bir şeydən danışırsa, o zaman ing ilə verəcəksiniz. Amma yox, etməli olduğu bir şeydən danışırsa, o zaman to-la verəcəksiniz, bitəcək. Sonra 81-ci testdə yenə it is difficult-dır. Difficult deməli sifətdir. Özündən sonra gələni to-lu götürməlidir. Sonra yenə 99-cu testdə də uşaqlar görürsünüz, impossible sözü var, sifətdir. Ona görə də impossible-dan sonra da gələn variant olaraq deməli to-lu feil gəlməlidir. O da olacaq A variantı, to cross. Sonra gəlirik, burada yenə bizim qəşəng testlərimiz var. Bunlar hamısı dəyişib, toplu 2, yəni bu il artıq çıxan toplu 2-ci hissədə bu testlərə daha çox üstünlük verilib. Uşaqlar, bunu izah etməkdə məqsədim ondan ibarətdir ki, daha demək sizin üçün asan olsun. Yenə easy var burada, sifətdir. Easy varsa deməli to-lu verəcəksiniz. Bu variant olacaq variantımız. Sonra burada regret var. Regret ing-li götürəcək ya da to-lu götürəcək. Fikir verirsiniz. Burada nə to-lan var, to-la görürsünüz, variant yoxdur. Bir dənə burada D variantıdır. D variantı da, bircə saniyə, D variantı da sadəcə gerundun inkar formasında veribdir. Yəni sizi seçim arasında qoymur. Ya to-lu variantla təqdim edir, ya da ing-li var. Görürsünüz, burada not spending var deyə, yəni gerundun inkarıdır. Gerundun inkarı onun qarşısına not əlavə etməklə düzəlir. Sonra burada 114-cü deməli testdə forget var uşaqlar. Forget yenə deyir ki, when you leave, evi tərk edəndə qapının kilidlənməli olduğunu unutma, kilidlənməli, etməli olduğunu unutma dediyinə görə to look olacaq. Sonra remember feili də bu məşhur feillərdən biridir. Məsələn, deməli, remember uşaqlar, etdiyim bir şeyi xatırlayıramsa, edib bitirdiyim, keçmişdə etdiyim bir şeyi xatırlayıramsa indi, onda remember ing olur. Yox, nə isə etməli olduğumu, yenə bir öhdəlik olanda, baxın uşaqlar, bir öhdəlik olanda remember forgetdən sonra to-lu gəlir. Məsələn, remember nə isə etməli olduğumu xatırlamaq, nə isə etməli olduğumu unutmaq. Bax, görürsünüz, malı məli öhdəlik olanda bunlar to-la istifadə olunur. Deməli, burada yenə zaten bizə başqa variant mənə gəlir ki, verməyib. To-lu olacaq bu variant. Həm də tərcümə baxımından da deyir ki, o imtahana gedərkən, yəni imtahana öz vəsiqəsini, yəni kimlik kartını gətirməli olduğunu xatırladı. Sonra stop. Stop uşaqlar, stop da həm ing, həm to-la işlənə bilir. Baxın, stop əgər davam edən bir hərəkəti dayandırıb başqa bir hərəkət edəcəmsə, yəni bir hərəkət etmək üçün, bir məqsəd üçün dayanıramsa, məsələn, deyirəm ki, nəsə bir əlimdə iş görürəm, deyirəm ki, bunu dayandırıb gedirəm başqa bir, deyirəm, qoy bunu 5 dəqiqə saxlayım, gedim başqa bir işi görüm, sonra. Yəni, bir işi etmək üçün dayanıramsa, dayanmaq mənası, yəni bir işi, başqa bir işi həyata keçirmək üçün etdiyim hərəkəti dayandırıramsa, o zaman olur, remember, deməli, stop to olur. Amma yox, ümumiyyətlə, dayanmaq mənasındadırsa, dayanmaq mənasında, onda stop ing olur. İndi burada deyir ki, they stopped take photos of the sunset. Onlar gün batımını çəkmək üçün neynədilər? Dayandılar. Baxın, mən gedirəm yolda, birdən görürəm ki, gözəl gün batımını olur da, gün batır, gözəl mənzərə var. Deyirəm ki, gəlin dayanaq, bunu çəkək. Bax, görürsünüz, etdiyim hərəkəti dayandırıb başqa bir hərəkət edirəmsə, o zaman stop olur, deməli, to. Yəni, stop ona görə də burada olacaq B variantı. Yenə forget, burada artıq görün necə olacaq. Deməli,
Deməli, forget uşaqlar deyir ki, we forget him last year. We forget meet him last year. Biz onunla keçən il qarşılaşdığımızı unutmuşuq. Bax, qarşılaşmalı olduğumu demədim ha. Qarşılaşdığımızı unutmuşuq. Keçən il biz görüşmüşük, amma bu gün mən onu artıq unutmuşam, yadımdan çıxıb. Ona görə də artıq mən keçmişdə etdiyim bir şey olanda verməliyəm nə? Deməli, forget ing. Sonra yenə gəlirik burada 106-da, aha, burada 106-da testi də baxaq. Deməli, 119-da burada uşaqlar would rather ifadəsi var. Would rather bilməlisiniz ki, baxın, buradan qeyd edirəm. Qısa yazacağım belə. Would rather. Would rather uşaqlar. Bir də would prefer. Would prefer. Would prefer yox, would better yazım, sonra would prefer deyərik. Deməli, would rather və would preferdən sonra deməli, uşaqlar necə gəlməlidir? Fe'l sadə fe'l gəlməlidir. Yəni, to, üstündən xətt çəkirəm ki, olmaz. Would rather və would preferdən sonra gələn fe'l sadə formada olmalıdır. Heç bir şəkilçi, yəni to'lu fe'l və yaxud da ki, ing-li fe'l götürmür. Aydındır. Ona görə də would rather-ni burada gördüksə bizə lazımdır sadə fe'l. O da deməli olmalıdır. B variantı. Sonra had better var burada. İndi ona qayıdacağım. Burada 106-cı testə baxaq. 106-cı testdə remember-dir uşaqlar. Remembers yenə dedik ki, baxın, deyir ki, she remembers the letter. She posted it on Tuesday morning. Baxın, burada belə deyək də, görürsünüz, ikinci cümləyə baxanda artıq birinci cümlədə nəyi qoyacağımız məlum olur. Deyir ki, o dünən 4-cü gün səhər göndərdiyi məktubu göndərmişdi və onu deyir ki, 4-cü gün səhər məktubu göndərib. Artıq məktubu göndərib, keçmişdə göndərib. Demək, o indi göndərdiyini neynir? Xatırlayır. O xatırlayır ki, məktubu keçən həftə göndərmişdi. Ona görə də keçən artıq hərəkət baş verib bitib. Malı belə deyək də, göndərməli olduğunu xatırlamır. Göndərdiyini xatırlayır. Ona görə də C variantı posting. Yenə burada forgetting-dir. I ran home. Mən evə qaçdım. Çünki I had forgotten the turn the oven. Mən sobanı söndürməli. Baxın, söndürməli olduğumu unutmuşdum. Ona görə də olacaq deməli B variantı. Aha, sonra gələk burada had better-lə olan cümləmizə. Had better bayaqlarda qeyd elədim ki, had better-dən sonra gələn fe'l to'lu gəlməlidir. Həm də burada had better-dən sonra gələn to'lu gəlməlidir. Bir dənə had better-dir. Deməli, onda A gedəcək, D gedəcək, bu gedəcək. To'lu deyirəm, to'suz gəlməlidir. Ona görə olacaq C variantı. Had better donate. Had better-dən sonra to'lu gəlməz, ing-li gəlməz, keçmiş zamanda gəlməz və yaxud da ki, bu heç gəlməz. Sonra burada 121-də baxaq uşaqlar. Burada baxın, düzgün variantı qoymalıyıq. Fikir verin, bax, had better to'lu gəlib, would rather to'lu gəlib, hətta məsdərin inkarı gəlib ondan sonra. Sonra had better not, yenə məsdərin inkarı gəlib. Burada not sizi çaşdırmasın. Sonra would rather spending gəlib. Ona görə bu da gedir, bu da gedir, bu da gedir. Qalır bizə bir dənə C variantı. Aha, bu şəkildə belə. Sonra baxaq görək hansı tapşırıqlarımız qaldı. Yenə burada uşaqlar görürsünüz. Yenə burada would rather'dir. Would rather isə mən bundan sonra sadə formada qoymalıyam. Sonra gəlir burada yenə had better'dir. Had better'dən sonra mən yenə deməli sadə formada qoymalıyam. Sadə formada qoymalıyam. Amma burada bir məsələ var ki, baxın, bu məsdərin inkarı da olmaz, esli fe'li qoymaq olmaz, to'lu fe'li qoymaq olmaz. Bu isə keçmiş zamandadır. Bunu da qoymaq olmaz. Ona görə mənə qalacaq bir dənə A variantı, deməli not forget. Yaxşı, bu şəkildə qoyacağam. Yəni mən götürüb orada deməli bunu yaza bilmərəm. Çünki bu keçmiş zaman fe'lidir. Mən ondan sonra sadə, yəni fe'l ilkin formada olmalıdır və to'suz, ing-siz, s-siz,
olmalıdır. Had better'dən sonra, would rather'dən sonra aydındır. Ona görə burada cavabımız olacaq. Deməli, A variantı. Sonra gəlirik, elə yenə bax. Bir də uşaqları burada çaşdıran nədir? I apostrof D. Bu nə ola bilər? Uşaqlar, I apostrof D görürsünüzsə, bu əgər apostrof S-dən I qoyulub və apostrof D varsa, bu D-dan sonra əgər better varsa, bu had betterdir. I apostrof D rather varsa, bu would rather'nin qısa formasıdır. Sonra I apostrof D prefer varsa, bu da would prefer'in qısa formasıdır. Yəni bu sizi çaşdırmasın. Amma çaşdırmaq üçün testlərdə belə verə bilirlər. I would betterdirsə, demək sən burada sadə fe'l qoyacaqsan. To-suz. Would ratherdirsə to-suz qoyacaqsan, amma would preferdirsə o artıq özündən sonra to-lu götürür. Aydındır bu şəkildə. Sonraki növbəti testimiz deməli. Ona görə də burada 125-ci testdə olacaq deməli variantımız hansı görək. Silək bunları. Olacaq burada. Deməli bu artıq bir dəqiqə. 124-də had betterdirsə, qoyduq biz burada A variantı. 125-də də olacaq bizim variantımız C variantı. Sadə formada olacaq. Sonra yenə 126-da had betterdir. Sadə formada B variantı olacaq. To-lu olmaz, bu olmaz, bu olmaz. Keçmiş zamanda olmaz. Sonra gələk 127-ci testimizə baxaq. 127-ci testimizdə yenə rememberdir. Deyir ki, bax, tomorrow. Deyir ki, did you remember seats for the theater tomorrow? Yes, I have the tickets here. Deyir ki, sən burada deyir ki, rememberdən sonra ümumiyyətlə variantda bir dənə variantımız var. Bu da olacaq A variantı. Yəni sən deyir ki, burada əyləşməli, sabah burada əyləşməli olduğunu xatırlaya biləcəksən. O da deyir ki, əlbəttə ki, mənim biletim var, xatırlaya biləcəm. Sonra gəlirik 128-də yenə rememberdir. Rememberdən sonra deməli, burada young var, uşaqlar. Young varsa bu isə siz to-lu qoyacaqsınız. Ona görə də bu variant gedir, bu variant. Yəni B gedir, C gedir, E də gedir. Ya qoymalıyıq bura A variantı, ya da deməli D variantı. İndi burada deyir ki, do you remember about it? No. At that time I was a young read newspaper. Deməli deyir ki, sən oxuduğunu xatırlayırsan, O da deyir ki, xeyr, o vaxtı mən çox gənc idim. Yəni qəzet oxumağa, belə deyək, qəzet oxumaq üçün çox gənc idim də. Yəni ona görə deməli bu keçmişdə etdiyi bir şeydən danışdığına görə 128-də olacaq, deməli A variantı. Yenə 131-də uşaqlar burada fikir verirsiniz, happy feili var. Deməli mən to-lu variant götürməliyəm. To-lu variantımızda deməli bu variant ümumiyyətlə səhvdir. Bu olmaz, bu olmaz, bu olmaz. Qalır bizdə B variantı və salam. Sonra 139-a baxaq uşaqlar. Bu da bir maraqlı testdir. Uşaqlar, birinci növbədə əgər cümlənin başlığında boşluq varsa, məsələn, burada mənə boşluq verib və cümlənin davamı var və bu boşluğa məsələn bir yazıb, buranın boşluğu, cümlənin davamı var belə-belə. Məsələn, bu varianta mən hansı feilləri qoya bilərəm bu əvvələ? Birinci növbədə uşaqlar bilməlisiniz ki, S-li feillə S götürmüş bir feillə cümlə başlamaz. Bu başlanğıc yerə mən heç vaxt S-li feil qoya bilmərəm. Keçmiş zaman feili ilə cümlə başlamaz. Bunu heç vaxt ora qoya bilmərəm. Bəs hansı feilləri mən bura qoya bilərəm? Mən bura qoya bilərəm, məsələn, taking, ingli feili qoya bilərəm, gerund kimi və yaxud feili sifəti kimi, əgər cümlənin ortasında başqa bir mübtəda varsa. Sonra, sadə feil qoya bilərəm, take. Bu deyəcəm niyə? Və yaxud da ki, to-lu feil qoya bilərəm, to take. Baxın. Əgər mən bura taking qoyuramsa bu boşluğa, bu deməli gerunddur ya da fe'li sifətdir. Onu da özümüz təyin edirik də. Yəni cümlənin ortasında xəbər varsa, deməli o gerunddur. Cümlənin ortasında vergüllə ayrılma və başqa mübtəda varsa, o fe'li sifətdir.
Sonra və sadə feili nə vaxt qoya bilərəm? Sadə feili o vaxt qoyarıq ki, o cümlə əmr cümləsi olsun. Baxın, məsələn deyirəm ki, take it. Və birbaşa feillə başlayır. Take it. Onu götür. Yəni sadə feili cümləyə qoymağım üçün o cümlədə əmr bildirməlidir. Aydındır? Bəs to take ilə nə vaxt başlaya bilər? To take ilə o vaxt başlaya bilər ki, orada artıq məstər mübtəda funksiyasında gəlsin. Amma heç vaxt belə bir feillərlə cümləni başlaya bilmərəm. Aydındır? Sonra uşaqlar, köməkçi feillərdən sonra, baxın köməkçi feillərdən sonra nələr gəlməz? Köməkçi feillərdən sonra uşaqlar to-lu feil heç vaxt gəlməz. Baxın 139-cu testimizə baxaq bircə saniyə. Aha. Deməli uşaqlar, 139-cu testdə fikir verin. Məsələn, come to see us tonight. Aha, iki feil bir-birindən ayırmaq üçün burada deməli verib come to see feilimizi verib. Aydındır? Aha. Feilimizi verib bircə saniyə bunu eləyək ki, testimiz görünsün. Bura çəkək yuxarı biraz. Aha. Deməli görürsüz bax burada come to see. İki feili ayırmaq üçün bu to deməli feilin arasına to verib. Bu doğru fikirdir. Sonra do come see. Bax burada do come bu hissə doğrudur. Amma come see-ni bir-birindən ayırmayıb. İki feili ard-arda verib. Bu ola bilməz. İki feil bir-birindən nə ilənsə ayrılmalıdır. Sonra let's deməli let's burada da bir dənə do var. İki feil notla ayrılıb burada. Bu doğrudur. Yəni bu nə ilənsə ayrılmalıdır da burada. Let's not do it. Bu doğrudur. Sonra bir də ki uşaqlar baxın don't. Don't-dan sonra heç vaxt deməli to-lu feil qoymaq olmaz. Ona görə burada variantımız olur 1, 3. Ümumiyyətlə yadda saxlayın ki, buradan qeyd edirəm. Do not və yaxud da ki doesn't və yaxud don't, do və yaxud does və yaxud did və yaxud did not, sonra və yaxud shall, və yaxud will. Uşaqlar, bunlardan sonra to və bir yazmaq olmaz. To-lu feil yazmaq olmaz. Bu qədər yaxşı. Bu ifadələrdə ehtiyatlı olursunuz, diqqətli olursunuz. Əvvəlki kitablarda, qayda kitablarında, Günlərin Uduğa kitabında məstər bölməsi ayrı şəkildə verilməmişdir. Artıq bu il ayrı şəkildə verilir. Ona görə də bu o deməkdir ki, yəni %90% bu məstərdir. Bax bu köməkçi feillərdən sonra to-lu feilin gəlməməsi falan. Bax bunlara diqqətli olun. Bunlarla bağlı test düşəcək.